insan üzvləri içərisində idarə olunması ən çətin olan üzvdür dil. Yəni bunu idarə etmək ən çətin şey. Əlini idarə bilərsən, haramdan çəkə bilər, amma dil elə bir şeydir ki, insan bunu saxlaya bilmir. Və sonra buyurur ki, insanlar dilin bəlalarından, hiylələrindən və tələlərindən qorunmaqda çox vaxt səhlənkarlıq edirlər. Hansı ki, dil şeytanın insanı azdırmaq üçün istifadə etdiyi ən böyük alətdir. Ola bilər şeytan səni əldə azdıra bilməz, toxunmaqda, gözdə azdıra bilməz, sahib ola bilərsən. Amma dil elə bir şey, bunu tutmaq çətindir qardaşlar. Ona görə Allahdan müvəffəqiyyət istəmək lazımdır sırf bu barədə. Allahım dilimi qoru. Və bu məsələni İhya-i Ulumuddin əsərində İmam Qazali rahimehullah zikr etmişdir. Və sonra bir şeir parçası qeyd ediblər. Buyurur ki, Yusabul fətə min əsratin bilisanih və leysə yusabul mər'u min əsratir ricli. Fəəsratuhu fil qavli tuzhibu ra'səhu və əsratuhu bir ricli təbra alə məhli. Buyurur ki, gəncin, bir cavanın dilinin büdrəməsi ilə müsibətə düçar olar. Lakin ayağının büdrəməsi ilə ona ölüm gəlməz. Sözdəki büdrəmə insanın başını aparar, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Fikir verin, burada nə demək istəyir? Baxın. Deyir ki, bir gəncin dilinin büdrəməsi ilə müsibətə düçar. Çünki dil insanı elə eləyə bilər ki, sən müsibətə düçar olarsan. Başına bəlalar gələr. Lakin ayaq büdrəyəndə insana ola bilsin ki, fəlakət gəlməsin, müsibət gəlməsin, ölüm gəlməsin. Və sonra buyurur ki, sözdəki büdrəmə insanın başını aparar. Sözdəki büdrəmə nə deməkdir? Yəni insan başını aparar, yəni ölüm gələ bilər ona. İnsan mücərrəd küfür kəlam işlədib dindən çıxmaqla başını apar. Yəni ölüm gəlir sənə. Yəni səni öldürə bilərlər. Tək bunun dini tərəfini fikirləşmə, dünyavi tərəflər də belədir. İnsanlar arasında cinayətlərə baxın, subhanallah. O cinayətlər məgər onların əlləri ilə elədikləri şeylərə görəmidir? Xeyr. Yəni çox halda, əksəriyyət halda dilləri ilə bir-birlərinə əziyyət verdiklərinə görə başlarına o cür bəlalar gəlir. Və buyurur ki, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Ola bilsin, ayağın büdrədir bir məsələdə, zamanla sağalıb keçər. Yəni bu tədavi, amma dilin bəlası elədir ki, dil o anda baş verir və müsibəti də həmin anda gerçəkləşir.